Prezident İlham Əliyev Xankəndi və Xocalıda istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib, yaradılan şəraitlə tanış olub. Yeni müəssisələrin fəaliyyətə başlaması, bölgədə məşğulluğun artırılması və iqtisadi canlanmanın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mədəniyyət, istehsal və yaşayış infrastrukturu üzrə həyata keçirilən layihələr Qarabağda dayanıqlı məskunlaşmanın genişləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Bina ötən əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yük daşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı. Əsaslı yenidən qurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizm yönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. 3 mərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası var. Mərkəzin 348 yerlik zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə Xankəndidəki Zəfər Parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb. Dövlət başçısı Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Burada ümumilikdə 191 fərdi ev var. Onlardan biri 2 otaqlı, 70-i 3 otaqlı, 93-ü 4 otaqlı, 8-i 5 otaqlı, biri isə 8 otaqlıdır. Bundan başqa ərazidə 2 mərtəbəli 7 otaqlı 18 ev də var. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllə daxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, bayraq meydanı yaradılıb. Xocalı şəhərində Qarabağ Tekstil evi MMC istifadəyə verilib. Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1 milyon 400 min ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə eyni zamanda Türkiyə, Özbəkistan və Çindən də xammal ixal olunacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı ixrac da ediləcək. Müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilən ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır.